Salam, bugün ürək və qan damarları mövzusuna DİM 2023 topludan baxacağıq. Birinci suala baxaq, kiçik qan dövranı qurtarır. Kiçik qan dövranı sağ mədəci ilə başlayır və sol qulaqcıqda bitir. Deməli, birdə olacaq sol qulaqcıq, yəni Y variantı. Biri aid oldu Y variantı. 2-yə baxaq. Böyük qan dövranı qurtarır. Ümumiyyətlə, qan dövranları mədəcikdə başlayır, qulaqcıqla bitir. Əgər sol mədəci ilə başlayırsa, sağ qulaqcıqda bitir. Sağ mədəci ilə başlayırsa, əksinə, sol qulaqcıqda bitəcək. Böyük qan dövranı da sol mədəci ilə başlayır və sağ qulaqcıqda bitir. Yəni B variantı. 3-ə baxaq. Ürəyin hansı hissələrindən arterial qan keçir? Ürəyin sol hissəsində arterial qan olur. Yəni Y variantı. 4. İnsanın ürəyinin hansı hissələrindən venoz qan keçir? Ürəyin sağ hissəsində venoz olur, solda isə arterial qan olur. Ürəkdə ən qalın divarı olan, ümumiyyətlə, mədəciklərin divarı qulaqcıqların divarından daha qalındır və sol mədəciyin divarı sağ mədəciyin divarından da qalındır. Yəni, ən qalın damar sol mədəciyin damarıdır. 6-ya baxaq. İnsanda hansı arteriya damarları ilə venoz qan axır? Ümumiyyətlə, arteriya damarları ilə arterial qan axır, yəni təmiz qan axır. Amma əgər ağciyər sözü varsa, damarın qarşısında biz ağciyər sözünü görürüksə, ağciyər arteriyasından danışırıqsa, bu zaman ağciyər arteriyalarında venoz qan olacaq. Əksinə, ağciyər venalarında isə arterial qan olur. Sadəcə, deməli, arteriya təmiz qan olur. Amma arteriya sözünün qarşısında biz ağciyəri görürüksə, deməli, ağciyər arteriyasında venoz qan olacaq. Əgər ağciyər venası yazılıbsa, ağciyər venasında isə çirkli qan olacaq. Yəni, biz harda yanılırıq? Ağciyər sözü varsa, arteriya yazılıbsa çirkli qandır, vena yazılıbsa təmiz qandır. 7-ci suala baxaq. İnsanda ürəyin hansı hissələri bir-biri ilə bilavasitə əlaqəlidir? İnsanda ürəyin, deməli, ümumiyyətlə sağ və sol hissə arasında əlaqə yoxdur. Amma yuxarı və aşağı hissə bir-biri əlaqəlidir. Yəni, 7-də olacaq A variantı, yuxarı hissə ilə aşağı hissəsi. 8. Ürək əzələsinin fəaliyyəti nə ilə tənzim olunur? Ürəyin işi hormonlarla, simpatik və parasimpatik sinirlərlə tənzim olunur. Limfa dövranının əhəmiyyəti düzgün qeyd olunan sıra. Ümumiyyətlə, limfa dövranının əhəmiyyəti odur ki, toxumalara gələn mayeni yenidən qan damar yatağına qaytarır. 9-da da oldu C variantı. İndi baxaq növbəti suala. 10-cu sual. Hansı müddəa doğru deyil? Fiziki iş zamanı fiziki iş zamanı ürəyə gələn impuls güclənir fiziki işdə. Yəni 11-də olacaq D variantı. 12-yə baxaq. Hansı qapaqlar qanın arteriyalarda mədəciklərə əks axınına mane olur? Deməli, burada aypara qapaqlar olacaq. Nəyə görə? Çünki aypara qapaqlar mədəciklə damar arasında yerləşir. Əgər, deməli, qanın arteriya damarlardır. Yəni, damardan mədəcikləri axmasının qarşısını alan nədir? Aypara qabaqlardır. İnsanda ürəyin mədəcikləri qanla dolarkən, ürəyin qapaqları hansı vəziyyətdə olur? İnsanda ürəyin mədəcikləri qanla dolarkən. Əgər mədəcik qanla dolubsa, deməli, qulaqcıq yığılıb. Və qulaqcıq yığılanda da qanın mədəciyə axması üçün taylı qapaqlar açılır, aypara qapaqlar isə bağlı olur. Yəni, 12-də olacaq D variantı. Taylı qapaqlar açıq, aypara qapaqlar isə örtülü. 13. İnsanda ürəyin mədəcikləri yığılarkən, ürəyin qapaqları hansı vəziyyətdə olur? Mədəciklər yığılanda isə aypara qapaqlar açıq olur, taylı qapaqlar isə bağlı olur. Aypara qapaq açıq olmalıdır ki, damara vurulsun mədəcik yıxılanda. Taylı qapaq örtülü, aypara qapaqlar açıq. 13-də A variantı. 14-də baxaq. Venoz qan insanın ürəyinin sağ mədəcik boşluğundan neçə iri damarla çıxır? Ümumiyyətlə, insanın sağ mədəciyindən də, sol mədəciyindən də bir damar çıxır. Sol mədəcikdən çıxan aortadır, sağ mədəcikdən çıxan isə ağciyər kötüyüdür. Yəni, sağ mədəciyi boşluğundan bir ədəd damar çıxır, o da ağciyər kötüyüdür. C variantı. 14-cü suala baxaq. Daha doğrusu 15-ə baxaq. 15-ci sualda. İnsanda ürək disiklinin birinci fazasında ürək qapaqlarının vəziyyəti. Ürək disiklinin birinci fazası qulaqcıqların yığılmasıdır. Deməli, qulaqcıq yığılıbsa, onda taylı qapaqlar açıq olmalıdır ki, qan gəlsin, qulaqcığın tökülsün mədəciyə. Taylı qapaqlar açıq, aypara qapaqlarsa örtülü. 15-də oldu C variantı. 16. Ürək disiklinin ikinci fazasında. İkinci faza isə mədəciklərin yığılmasıdır. Mədəcik yığılıbsa, qanın damara vurmaq üçün aypara qapaq açılmalıdır. Deməli, aypara qapaqlar açıq, taylı qapaqlar isə örtülü. 16-da olacaq Y variantı. Keçək 17-ci suala baxaq. İnsanda qanı qarın boşluğu orqanlarına gətirən arteriya damarı öz başlanğıcını almışdır. Qarın boşluğu orqanlarına gətirən, deməli, qarın boşluğu orqanına gəlibsə, deməli,
böyük qan dövranıdır. Bu böyük qan dövranı gedir qarın boşluğuna deməli və böyük qan dövranı da öz başlanğıcını alır ürəyin sol payından. Yəni sol mədəcikdən başlanğıcını alır. D variantı. İnsanda venoz qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur və neçə damarla çıxır. Neçə damarla daxil olur? 2. Yuxarı aşağı boş vena. Neçə damarla çıxır? Bir dənə damarla çıxır, böyük damarla, ağciyər kötüyü ilə. Yəni B variantı. 19. Taylı qapaqlar insanda ürəyin hansı hissələri arasında olur? Ümumiyyətlə taylı qapaqlar qulaqcıqla mədəcik arasında yerləşir. Yəni 19-da oldu B variantı. 20. Aypara qapaqlar insanda ürəyin hansı hissələri arasında olur? Aypara qapaq isə mədəcik və damarlar arasında. Burada damarın adı arteriya verilib məsələn. 20-də C variantı. 21. İnsanda aypara qapaqlar açıldıqda ürəkdən neçə növ qan çıxır? Əgər sol hissədəki aypara qapaqlar açılıbsa, bu zaman təmiz qan çıxacaq, arterial qan. Əgər sağ hissədəki aypara qapaq açılıbsa, buradan isə çirkli qan, venöz qan çıxacaq. Yəni 2 növ qan çıxır. D variantı. 22. Ürəyin sol mədəciyindən çıxan damarlarının sayı. Ürəyin sol mədəciyindən bir ədəd böyük damar çıxır ki, o da aortadır. 1. Sağ mədəcikdən çıxan damarların sayını. Sağ mədəcikdən də bir ədəd damar çıxır, o da ağciyər kötüyüdür. Yəni birin biri nisbətidir. İndi isə baxaq. 3-cü suala baxaq. İnsanda qan dövranı, kiçik qan dövranı və böyük qan dövranı. Biz bilirik ki, kiçik qan dövranı yalnız deməli, ürəyə gedir və qayıdır. Amma böyük qan dövranı isə bütün orqanlara gedir. Deməli, kiçik qan dövranı üçün biz götürəcəyik ağciyər arteriyası və ağciyər venasını. Yəni 4-6 aid olacaq. Yerdə qalacaq. Baxaq. 1. Aşağı boş vena, yuxarı boş vena. Bunlar böyük qan dövranına aiddir və burada qaraciyər arteriyası da böyük qan dövranına aiddir. Yəni cavabımız olacaq E variantı. İnsanda M orqanından, M nədir? Mədə, qanla çıxan eritrositin F orqana çatması zamanı ürəyin taylı və aypara qapaqları neçə dəfə açılar? 2 dəfə açılacaq. 2 dəfə taylı qapaq, 2 dəfə də deməli mədədən ta hara qədər? Böyrəyə qədər. B variantı. Bazu venası ilə axan qan bilavasitə ürəyin hansı hissəsinə tökülə bilər? Bazu venasına qədər gedib çıxıbsa artıq bu nədir bu? Böyük qan dövranı. Böyük qan dövranı deməli sol mədəciyi ilə başlayır, sağ qulaqcıqda bitir. Hara gələcək töküləcək? Böyük qan dövranıdırsa bu sağ qulaqcığa. Ümumiyyətlə kiçik qan dövranı sadəcə ağciyərə gedir, qayıdır, amma böyük qan dövranı isə bütün orqanlara gedir, qayıdır. 26. İnsanda venoz qanın arterial qana çevrilməsi ilə baş verən qan dövranı prosesində iştirak edən orqanlar. Venoz qan arterial qanı ağciyərlərdə çevirir. Ağciyərlər də yalnız döş boşluğunda yerləşir. Yəni 26-da olduğu E variantı. Nə üçün bəzi zəruri əməliyyatlardan sonra yaranın üzərinə buz qoyulur? Nəyə görə? Çünki qan damarını daraltmağa görə. E variantı. 28. Taylı qapaqlar qanın mədəciklərdən qulaqcığa doğru hərəkətinin qarşısını alır. Aypara qapaqlar isə arteriyalardan mədəciklərə doğru əks axının qarşısını alır. Daha sonra 29. Sakit vəziyyətdə 16 saniyə ərzində insanın ürək mədəcikləri nə qədər boşalma vəziyyətində olur? Burada tənasübünü həll edəcəyik. Əgər 0,8-də ürəyin mədəcikləri 0,5 saniyə boşalma vəziyyətində olursa, 16-da isə x-dir. Buradan tənasübü tapmaq üçün 16-nı vuracaqsınız 0,5-ə, böləcəksiniz 0,8-ə. Burada cavab eləyəcək 10 saniyə. Yəni olacaq C variantı 10 saniyə. 30-a baxaq. Sakit vəziyyət 16 saniyə ərzində insanın ürək qulaqcıqları nə qədər boşalma vəziyyətində olur? Əgər 0,8-də ürək qulaqcıqlar 0,7 saniyə boşalma vəziyyətində olursa, 16-da isə x. Buradan x-i tapmaq üçün 16-nı vuracaqsınız. 10-da 7-yə böləcəksiniz 10-da 8-ə. Cavab da eləyəcək 14 saniyə. D variantı. Keçək indi 31-ci suala baxaq. 31-ci sualda bizdən nə istəyir? İnsan qan damar sistemində taylı qapaqlar zədələnərsə nə baş verir? Biz dedik ki, taylı qapaqlar qulaqcıqla mədəcik arasında yerləşir. Qan qulaqcıqdan ta mədəciyə doğru axır. Bu zaman nə olacaq? Qan mədəcikdən geriyə qulaqcıqlara doğru axacaq. D variantı. 32. İnsanda 32-yə baxaq indi. 32-də nə deyir? İnsanda qanın kiçik qan dövranında keçdiyi yolun düzgün ardıcıllığını göstərin. Kiçik qan dövranında deyir. İlk olaraq burada kiçik qan dövranı sağ mədəciyindən başlayır. 5. Daha sonra sağ mədəcikdən ağciyər kötüyündən, ağciyər kötüydə ayrılır ağciyər arteriyalarına. 5, 1, Sonra isə arteriyalar şaxələnir kapillyarlara. 5, 1, 4. Daha sonra isə ağciyər venaları ilə gəlir, tökülür hara? Ürəyin sol qulaqcığına. Yəni olacaq 32-də B variantı. İnsanda qanın böyük qan dövranında keçdiyi yolun düzgün ardıcıllığını göstərin. İlk olaraq
Deməli, böyük qan dövranı deyirsə, böyük qan dövranı sol mədəciklə çıxır. Sol mədəcikdən aorta ilə çıxır da. 2-1. Aha, sol mədəcik aorta 2-1. Daha sonra sol aorta qövsü, böyük qan dövranının arteriyaları, arteriyalar şaxələnir sonra kapilyarlara və sonra aşağı yuxarı boş vena ilə gəlir, tökülür ürəyin sağ qulaqçığına. Olacaq D variantı. İnsan normal şəraitdə 32 tənəffüs hərəkət etmişdir. Bu zaman nisbi sakitlik halında ürək nə qədər dincələr, ürəyin nə qədər dincəlməyini bizdən soruşur. Deməli, 1 dəqiqədə 16 dənə tənəffüs hərəkət edir də elə. 16 dənə tənəffüs hərəkət edəndə ümumiyyətlə ürək 18 saniyənin 14-ünü istirahət edir. Yəni 1 dəqiqədə ürək 30 saniyə istirahət edir, 30 saniyəsi istirahət işləyir. 16 tənəffüs hərəkəti edəndə 30 saniyə istirahət edirsə, yəni 1 dəqiqədə 16 dənə tənəffüs hərəkət edir. Aha, bəs 32 dənə tənəffüs hərəkət edən nə qədər dincələr? X. Buradan da 32-ni vuracaqsa 30-u böləcəks 16. Bu da eləyəcək cavab 2. İnsanın ürəyinin qulaqcıqları sutka ərzində neçə saat istirahət edir? Sutka ərzində qulaqcıqları nə qədər istirahət edir, onu soruşur. Burada yer tapaq özümüzə yazmağa. Aha, insanda ürəyin qulaqcıqları sutka ərzində. Əgər 0,8-də 0,7 saniyə istirahət edirsə, bəs 24-də neçə olacaq? Heç çevirmədən tapa bilirsiniz. 24-ü vurursunuz 10-7-yə bölürsünüz 10-8-ə. 35-də də eləyəcək cavab 21 saat B variantı. 36 sutka ərzində insanın ürəyinin mədəcikləri neçə saat istirahət edək? Bu dəfə isə bizdən mədəciklərin istirahətini soruşur. Deməli, əgər 18 saniyədə 5 istirahət edirsə, bəs 24 saatda neçə olacaq? X olacaq. Buradan da tapacaqsınız 36-da cavab eləyəcək 15 saat C variantı. Daha sonra insan 80 il yaşamışdır. Bu müddətdə onun ürəyiciklə, mədəciklə nə qədər işləmişdir? 0,8-də 0,3 işləyirsə, bəs 80-də nə qədər olar? Elə buradan baxanda elə görünür ki, olacaq 30 il. Əgər 0,8, 0,3-dürsə 80-də olacaq 30 il. Daha sonra 38-ci suala baxaq. İnsanda damarlara qovulan qanın miqdarının ürək əzələsinin yığılma tezliyindən asılılığı hansı qrafikdə düzgün verilib? Düz mütənasibdir. Damara nə qədər qan qovulursa, ürək əzələsi də o qədər tez yığılır. Aha, düz mütənasib B variantı. 39-cu suala baxaq indi. 39-da nə deyir? Hansı qrafik insanda kiçik qan dövranı zamanı karbon qazının qandakı miqdarının dəyişməsini düzgün əks etdirir? Karbon qazı kiçik qan dövranında çox olur. Çünki deməli ağciyər kötüyü ümumiyyətlə kiçik qan dövranı ürəyin sağ mədəciyinə ağciyər kötüyü ilə başlayır. Ağciyər kötüyü də venoz qandır. Ağciyər kötüyü şaxələnir, ağciyər arteriyalarına gedir ürəyə, orada təmizlənmə, ürəyə, ağciyərə, orada ağciyərə daha doğrusu ağciyərə təmizlənir. Deməli, burada ağciyər arteriyasında çox olur karbon qazı. Ağciyər kapilyalarına nisbətən aşağı düşür. Ağciyər venasında isə artıq minimum səviyyəyə düşmüş olur. Çünki orada artıq təmizlənir. Yəni olacaq burada A variantı. Daha sonra 40-cı suala bax. Hansı qrafik insanda kiçik qan dövranı zamanı oksigen qazının qandakı miqdarının dəyişməsini göstərir? Kiçik qan dövranı zamanı isə oksigen azdan çoxa doğru gedir. Çünki deməli qan təmizləndikdən sonra ağciyərlərdə oksigen artır. Deməli ağciyər arteriyasında minimum olur, ağciyər kapilyalında artıq artmağa başlayır, ağciyər venasında isə maksimum səviyyəyə çatmış olur. Yəni olacaq A variantı 40-cı sualda. Sonra keçək 41-ə baxaq. Hansı qrafik insanda böyük qan dövranı zamanı karbon qazının qandakı miqdarının dəyişməsini düzgün əks etdirir? Böyük qan dövranında böyük qan dövranı ümumiyyətlə ürəyin sol mədəciyindən başlayır. Aorta ilə və arterial qan olur tərkibində. Aorta arteriyalara şaxələnir. Deməli aorta ilə deməli başladı, aortada maksimum səviyyədə oldu. Karbon qazının miqdarını istəyir bizdən. Karbon qazı minimum səviyyədə olur aortada, çünki təmiz qandır. Daha sonra kapilyarda biraz artmağa başlayır, aşağı boş venada isə, yuxarı boş venada isə maksimum səviyyəyə çatmış olur, çünki venoz qan olur. 41-də Y. Daha sonra 42-ci sual baxaq. Hansı qrafik insanda böyük qan dövranı zamanı oksigen qazının qandakı miqdarının dəyişməsini göstərir? Oksigen isə böyük qan dövranında çoxdan aza gedir. Aortada maksimum səviyyədə olur. Aortada maksimum səviyyədə olur, sonra isə kapilyarlarda, aşağı boş venada isə artıq azalmış olur. Yəni olacaq 42-də D variantı. Qeyd edək, 42-də oldu D variantı. Aşağıda göstərilən hansı müddət fiziki iş zamanı doğru deyil? Nəbz vurğularının sayı artır. Aha, ürəyə gələn impuls seli güclənir. Bəli, qan adrenalin miqdarı artır. Bəli, ürək sikli müddəti artır. Bu səhvdir. Ürək sikli
0,8 saniyədir. Amma tezliklə işləsə biz bu saniyəni daha minimuma endirəcəyik. Yəni artmayacaq, azalacaq ürək diskli. Yəni 43-də olacaq D variantı. Bugünkü izahımız bura qədər. Davamını da növbəti videolarda çəkəcəyik. Sağ olun.